1992-1996-cı illərdə Bosniya və Hersegovinanın paytaxtı Sarayevoda baş verən dəhşətli mühasirə zamanı qorxunc bir cinayət törədilib. Fransa və Almaniya daxil bir çox ölkədən gələn əcnəbilərin pul ödəyərək mülki əhalini hədəf aldığı snayper səfəri ilə bağlı tarixi istintaq başladılıb. Bosniya Serb ordusunun mövqelərindən açılan bu atəşlərdə müdafiəsiz uşaqları vurmaq üçün xüsusi qiymət tarifinin olduğu və ən yüksək məbləğlərin məhz uşaqlar üçün ödənildiyi bildirilir. Jurnalist Ezio Cavadeni'nin 2025-ci il noyabr şikayətindən sonra İtaliya prokurorluğu 2026-cı ilin fevralında ilk rəsmi şübhəlini qəsdən adam öldürməkdə ittiham olunan 80 yaşlı keçmiş yük sürücüsünü müəyyən edib. Məlumata görə canilər İtaliyanın Trieste şəhərində toplaşaraq Belqrad vasitəsilə birbaşa ön xəttə aparılırdı. 1500 uşaq olmaqla 11 mindən çox insanın su daşıyarkən və ya küçəni keçərkən qətlə yetirildiyi bu qətliamlarda əli olan digər xarici vətəndaşların tapılması üçün İtaliya ədliyyəsi geniş araşdırma aparır. Qeyd edək ki, snayper safari 1992-1996-cı illər arasında baş vermiş Sarayevo mühasirəsi zamanı Bosniya və Hersegovinanın paytaxtı Sarayevoda bəzi zəngin xarici turistlərin pul ödəyərək mülki insanları hədəf aldığı iddia edilən qorxunc və qeyri-insani bir ölüm turizmi təşkilatıdır.